Nərgiz Nəcəf, sınaq 61-in izahına baxırıq. Deməli, görürsünüz, variantlarda əvəzliklər verilib, qarışıq bir testi, qeyri-müəyyən, müəyyən və həmçinin inkar əvəzlikləri soruşur. İlk öncə bu əvəzliklərin xüsusiyyətlərini bilmək lazımdır. Yəni, mən əvvəl əvəzliklərin xüsusiyyətini bilməliyəm ki, onları testlərə tətbiq edə biləm. Gördüyünüz kimi, burada biz qısa şəkildə xüsusiyyətlərini göstərik. Bu əvəzliklərin almost, some, any, bunlar sayılan cəm, həm də sayılmayan isimlərdə işləyirlər, ofla da işləyirlər, lakin sayılan cəm gəldiyi təqdirdə xəbər cəmdə olur. Yəni, bu testlərdə zaten sayılan cəmlərlə işləyirlər bunlar. Ofdan sonra gələn isimdə sayılan cəmdə olduğuna görə xəbərlər həmişə cəm olur. Yəni, cəm xəbərlərdən biz bilirik ki, oflu ifadələrdə içdi, yoxsa məsələn, mostdu ya oldu. Hələb olaraq every, each, neither, either bunlar da sayılan tək isimlərlə işləyirlər, ofla işləyə bilirlər everydən başqa və bunların xəbəri həmişə tək olur. İstəyir isim gəlsin, istəyir of gəlsin. Hər bir halda bunların xəbəri təkdə olur. One of deyilən ifadənin də xəbəri təkdə olur. Bir daha vurğulayıram, every of deyilən ifadə səhvdir. Həmin qayda ilə testə baxırıq. Birinci test. 3 nöqtədən sağda of gəlib gördüyünüz kimi. Baxıram variantlara. Ümumiyyətlə, every of deyilən ifadə yoxdur deyə atırıq every of-u, 4 atırıq. Everyone törəmədir. Burada bir qısa məlumat verək. Törəmələr everyone, someone, somebody, anybody, everything və s. kimi ifadələr törəmədilər və bunlar ümumiyyətlə nə isimlə işləyirlər, nə də ofla işləməzlər. Sadəcə bunların içində non, none yazılır, inkarlığı var ki, o ofla işləyə bilir. Deməli, every və everyone ümumiyyətlə ofla işləməz, qalanları ofla işləyir. Burada neyniyəcəm? Burada mən baxıram, bəli, zaten isim cəmdə gəlib, biz belə cavabı tapa bilmərik, xəbərə baxırıq. Gördüyünüz kimi cəm xəbər var, are, cəm xəbər olan yerdə ümumiyyətlə 6 mümkün deyil, olsun. Ona görə cavabımız 1, 2, 3 olacaq. Yəni, bayaq qeyd etdiyimiz kimi, bunlardan sonra of gəldi, cəm isim gəlib, xəbəri cəmdə olur. Almost, some. İkinci test. The new principle has changed. 3 nöqtədən sağda ümumiyyətlə gördüyünüz kimi isim gəlməyib. O, every of deyilən bir şey yoxdur ümumiyyətlə. Atıracaq həmişə every ofları. Cümlədə sual yoxdur. Ümumiyyətlə inkarlıq da olmadığına görə biz ümumiyyətlə eyni də atırıq. Həmçinin samı da atacaq. Deyəcəyik niyə atırıq? Çünki 3 nöqtədən sağda isim yoxdursa biz bunları da verə bilmərik. Və dediyimiz kimi cümlədə inkar olmadığına görə və yəni inkardan sonrasını soruşmur, nə də sual cümləsi deyil. Ona görə təsdiq cümlədə anything də olmaz. Qalır 1, 4. Nothing ola bilər orada. Gördüyünüz kimi törəmədi. Həmçinin 3 nöqtədən sağda isim yoxdur. Everything də ola bilər. 3-ə baxırıq. In the class are intelligence. Gördüyünüz kimi diqqətli olaq. Every student ifadəsi A düzdür. Lakin in the class are yox, is olmalıydı. Xəbər burada mühümdür. Every studentin ümumiyyətlə xəbəri təkdə olacaq. Every students deyilən ifadə səhvdir. Everydən sonra sayılan tək isim gəlir. Some students olmalıydı. Çünki some'dan sonra sayılan isim cəmdə gəlir. B və D qaldı. Burada D variantı da olmayacaq. All the students olacaq. Çünki sinifdən ki uşaqlardan danışır və bu müəyyəndir. All the students. Sinifdəki bütün uşaqlar ağıllıdır. Yəni all the artiklı ilə də işləyə bilir. 4-cü testə baxırıq. 3 nöqtədən sağda the drivers gördüyünüz kimi var. İsim gəlib, amma artikel da gəlib. Artikellər gəldiyinə görə ümumiyyətlə əgər bir isim artikellər gəlibsə, burada nə iç ola bilər, nə every ola bilər, nə no ola bilər, nə də some ola bilər. Yəni heç biri ola bilməz. Ona görə the police questioned both the drivers. Hər iki sürücünü sorğu-sual etdi. Oldu, both'du. Bunlar the artikel ilə işləyə bilirlər. 5-ci test. 3 nöqtədən sağda advice gəlib, sayılmayan isimdir. Gördüyünüz kimi A variantda every of deyilən ifadə qoyub, o yoxdur. Ümumiyyətlə everydən sonra sayılan tək isim gəlir, nəinki sayılmayan. Both həmişə sayılan cəm isimlərlə işləyir və each ümumiyyətlə sayılan tək isimlərlə işləyir. Ona görə cavabımız yenə olacaq və burada maraqlı bir nöqtə var. O nöqtə də budur ki, niyə görə biz all the advice-a was xəbərini verdik? Çünki bayaqlar qeyd etdiyimiz kimi all, some, any bunlar ümumiyyətlə sayılmayan isimlərlə də işləyirlər və sayılmayan isimlərlə işləyən zaman onların zaten xəbəri təkdə olur. 6. She told the police. 3 nöqtədən sağda isim yenə yoxdur. İsim olmadığına görə ümumiyyətlə evini atacaq. Every ümumiyyətlə isimsiz işləmir. Some da isim olmalıydı. Atırıq. Qaldı törəmələr və any.
Baxıram ki, cümlə ümumiyyətlə təsdiqdə olan bir cümlədir, sual cümləsi deyil, inkardan sonranı soruşmur. Ona görə A və C variantları da gedir və cavabımız D variantı olur. Görürsüz, demək olar tərcüməsiz həll edə bilirik testlərin hamısını. Yəni bu qaydalarla həll etmək mümkündür. Yenə of var, vəziyyət biraz fərqlidir. Biz baxırıq, ilk olaraq bu iki variant getdi, B və Y variantları. Çünki bildiyiniz kimi every və törəmələr ofla işləməz. Eyni də avtomatik getdi, eyni də cümlə başlamaz ingilis dilində. Cavab A və C arasında qaldım və burada avtomatik xəbərə tərəf yönəlirəm. Burada xəbərimiz feildir və feildə S görürəm. Feillərdə S hidə şidə olur, ancaq bir də tək isimlər hesab edilir. Yəni tək isimlərdə belə olur. He sees, she sees. Ona görə mən all verə bilmərəm. All of us sees mümkün deyil olsun. All of us see olmalı idi. Ona görə cavabımız 2 olacaq. 8-ə bizə incorrect edir. Yəni bizdən səhv istəyir. Təbii ki, səhv burada baxan kimi D variantıdır. Bildiyiniz kimi every of deyilən ümumiyyətlə ifadə yoxdur. Burada da of-u görürsünüz. Elə rahat tapmaq olar. Qalanlar isə bəli, doğrudur. 9. It looks delicious but I cannot eat. İç nöqtədən sonra yenə of var. No of deyilən şey yoxdur. Bəli, every of deyilən ifadə yoxdur. Bir cümlədə iki inkar olmaz. Cannot'dan sonra non olmaz. Həmçinin inkardan sonra some da olmaz. Cavabımız D variantı olacaq. Yəni şablon testlərdir, təkrar testlərdir. Sadəcə bunların xassiyyətini bilmək lazımdır. Xassiyyətlərini biləndən sonra tətbiq eləmək çox rahatdır. 10-cu testə baxırıq. Suzan so 3 nöqtədən sağda yenə isim yoxdur. Həll eləmə üsuluna diqqətli olaq. Baxıram, isim olmadığına görə təkcə Y variantı getdi. Çünki everydən sonra isim gəlməli idi. Cümlə bitir, ikinci cümlə başlayır. Burada biz baxırıq ki, belə, əslində burada məntiq var. Avtomatik bilinir ki, deməli, was var, görürsünüz. Was olduğuna görə ikinci tərəfdə, ümumiyyətlə burada, belə deyək, boz olanmaz. Bozun xəbəri cəm olur. Ol da ola bilməyəcək A variantı. Səbəbi isə, ümumiyyətlə, ol insanlara işarə edən zaman mümkündür isim gəlməsin. Amma insanlara işarə edir və isim gəlmirsə, xəbəri tək ola bilməz. Burada qaldı C və D variantları. C variantında ikinci tərəfdə yenə every var. O da isimlə işləməlidir. İsimsiz işləyə bilməz. Cavabımız D variantı olacaq. Bəli. Bu şəkildə. 11-ci test. Bəli, no person in the world knows. Burada 3 nöqtədən sağda mən isim görmürəm və cümləmiz inkardadır. İnkarda olduğuna görə ümumiyyətlə ikinci inkar nothing-i əzizlər atacaq burada. Nothing-imiz getdi. Everydən sonra isim gəlməli getdi və belə deyək, inkar cümlədə inkardan sonra, baxın vurğulayıram, inkardan sonra samlar olmaz. Ona görə B və D variantları da getdi. Cavabımız A variantı. Tərcüməsiz tapdıq. Mən özüm oxudum cümlə. No person in the world knows everything. Dünyada heç kəs hər şey bilmir. 12 dialoqdur. Dialoqlara diqqətli olaq. Bəli, dialoq. Dialoqlarda bəzi nöqtələr var ki, onlara diqqət etmək lazımdır. İndi biz onu izah edəcəyik. Sual cümləsidir. 3 nöqtədən sağda isim yoxdur. İsim olmadığına görə baxıram variantlara zaten isimli bir işimiz yoxdur burada. Zaten hamısı törəmələrdir və does xəbərini görürəm burada. Does varsa burada heç vaxt all ola bilməz. Çünki all insanlara işarə edən zaman cəm olur dedim sizə. Sual cümləsi olduğuna görə some ola bilməz. Ona görə eynilər və every qalır burada. İkinci hissədə yenə B variantında və D variantında all'ları görürsünüz. Bunlar insandan danışır. Yəni all speaks, hər kəs danışır. Deməli insandır. İnsana işarə edən zaman all'un xəbəri cəm olmalıdır. Buna görə də cavabımız A variantı oldu. 13-cü sual. Baxıram 3 nöqtədən sağda yenə isim yoxdur, xəbərdir. Birbaşa xəbər gəlib. Və burada gördüyünüz kimi sual cümləsi deyil, inkar cümləsi deyil. Ümumiyyətlə B variantı burada atılacaq. Və C variantında mən baxıram, bir hadisə pis görsənirdi, lakin xoşbəxtçilikdən was badly injured. Deməli burada əslən tərcümədən cavabı bilmək olar, lakin olmayacaq. İnsanlardan danışan zaman işarə edirsə, xəbər təkdədir. Üzr istəyirəm, üstünə xətt çəkdim. Xəbər burada görsə təkdədir. Olu ona görə atacaq. Və olsaydı cavab elə o idi. İndi baxırıq tərcümədən bilinir ki, xoşbəxtlikdən heç kəs pis, ağır yaralanmadı. Cavab A variantı olacaq təbii ki.
Belə deyək, burada tərcümə var. Başqa cürə asan üsulu da var. Məsələn, burada but var. Biz belə də həll edə bilərik. But'ın ümumiyyətlə ziddiyyəti var. Yəni cümlələrdə ziddiyyət yaradır. Sol təsdiq, sağ inkar, sağ inkar, yaxud sağ təsdiq, sol inkar, yaxud sol az, sağ çox. Bu şəkildə bir ziddiyyət yaradır. Cümlələr arasında iki cümlə var burada. Və biz belə deyə bilərik ki, but'dan da siz kömək ala bilərsiniz. But'ın solu təsdiqdə olduğuna görə avtomatik sağa inkar verə bilərsiniz. Yəni çox zaman but belədir. 14. Baxırıq, yenə burada off var. Gördüyünüz kimi, həmçinin də belə deyək, but da var. Hər ikisinə fikir verəcəm. Baxın, cümlə soldakı cümlə təsdiqdədir. Bəli. Təsdiqdə olduğuna görə cavab artıq bilinir deyə bilərəm. Cavab artıq təqribən bilinir. Amma burada başqa nöqtələr də var. Birincisi nothing ola bilməz. Törəmədən sonra off gəlmir. Everydən sonra off gəlmir. Qalanlardan sonra off gəlir. Mən gəlirəm burada baxıram xəbərə. Xəbər izdir. Ona görə boz da getdi. Bozun xəbəri cəm olmalı idi. Qaldı 2 dənə inkar. Non və Nayza. Bildiyiniz kimi non və Nayzanın ən böyük fərqi Nayza 2 şəxsə, 2 şeyə işarə edir. Non isə daha çox. Deməli mən burada açıq-aşkar I have been working on the 2 reports. 2 reports. 2 məruzə görürəm. Deməli cavab burada D variantı olacaq. 15 we were invited. Cümlə davam edir və burada 3 nöqtədən sonra yenə off var. Cümlədə mən əzizlər inkar görürəm. İnkar olan yerdə Nayza, non və some ola bilməz. Onlardan sonra bunlar gəlməz. Every off deyilən ifadə səhvdir. Cavab Y variantı. Asandır əslində gördüyünüz kimi. 16 what is in that box? Bəli, yenə dialoq var burada və mən baxıram. Deməli cümlə ümumiyyətlə belə də eyni ilə cümlə başlaması ingiliscədə təzə bir cümlədə aşağıda görürsüz. Atırıq. Every isimlə işləməlidir. B, D, Y qaldı. Bunlar mümkün də olsun, lakin tərcümə eləyəcəm. Box, yəni bildiyiniz kimi box qutu deməkdir. It's empty. Cavab da zaten özü deyir. Deyir ki, boşdur. Boşdursa cavabımız D variantı. Burada tərcümə var idi. Heç nə. Boşdur. 17. I know 3 nöqtədən sonra isim yoxdur. Baxıram, no isimlə işləməli idi ümumiyyətlə. Cümlə təsdiq cümlə olduğuna görə sualda deyil, eynilər gedir və yerdə bu 3 tərəmə qaldı. Biz artıq burada tərcümə eləyəcəyik və burada cavab bizə deyir. It's my first day. Bu mənim ilk günümdür. Deməli, mən heç kəsi tanımıram. Nobody. 18. Bəzən belə tərcümələrlə də olur. I haven't read. Burada açıq-aşkar inkar var. Baxıram, burada da off oturub. Every off deyilən ifadə səhvdir. Non edə atırıq non. Bildiyiniz kimi bir cümlədə 2 inkar olmaz. Törəmədən sonra ümumiyyətlə off gəlməz. Some da inkardan sonra işləməz. Cavabımız C variantı. 19. Bəli. Burada 3 nöqtədən sonra görürük ki, isim yoxdur. Üstəlik cümləmiz bütöv şəkildə təsdiqdədir. İnkar yoxdur, sual da yoxdur. Və biz burada diqqətli olacağıq nəyə? Məsələn, some olsa isimlə gəlməlidir. Some'ın ismi yoxdur, atırıq. Deməli, qalanlar qalır. Və burada biz diqqətli olacaq nəyə? Çünki burada mübtəda rolunda da deyirlər ki, deyək xəbərə baxaq, feylə baxaq, cavabı tapaq. Ümumiyyətlə mübtəda rolunda deyirlər bunlar, bu əvəzliklər. Əlavə olaraq xəbərimiz, feylimiz invited, dəvət etdi. Keçmiş zamanda da sırf tərcümədir. Bir dənə some gəlir burada. İkinci cümlə mənə görək nə deyəcək? He wanted to be alone on that day. O, orada tənha olmaq istəyir. Deməli, cavabımız təbii ki, A variantıdır. Heç kəs dəvət eləmədi. Yəni, sırf tərcüməli bir test idi. Son olaraq 20. There was nöqtə isimdə gəlməyib. Baxıram, isim olmadığına görə ümumiyyətlə evrinə atırıq. Cümlə təsdiqdə heç bir inkar yoxdur. Eni də getdi. No one, someone, everybody qaldı. Eyni 19 kimidir. İkinci cümlə mənə cavabı deyir. It was completely empty. Tamamilə boş idi. Deməli, cavabımız A variantı. There was no one on the bus. Avtobusda heç kəs yox idi.